Kanallarda bu işin çox böyük pis siyasəti var. Tamaşaçı bunu istəyir. Yox, tamaşaçı onu istəmir. Tamaşaçı sən uzun müddət onu göstərmirsən ona görə. Bu vaxta qədər eşitməmişdim sənin polisdə bir olayın olsun. Orada möhtəşəm yüzyıla bilirsiniz niyə baxırdılar? Mən deyim, ən çox qadınlar niyə baxırdı? Çünki Sultan Süleyman arvadının dediyi sözü eləyirdi. Qəpik quruşa çəkilən o boş seriallar boşu-boşuna vaxtı yəni belə doldursun da. Nəyə lazım? Niyə çəkirsiniz o zaman ki? Bozun 50 çaları deyə bir film var idi. Kinoteatrda belə idi. Hamı da baxırdı. Emil Quliyevin pərdəsini amma tənqid edir. Bir-birinə bənzəyən seriallar və filmlər çəkilməsin. Onu artıq kanal rəhbərliyi. Nə olar çəkməyin? Çəkməyin. Oyun deyəndə biz nəzənsə istifadə edirdik, oyun yarar. İndi şu uşaqlar oyun deyəndə sən oradan gir, mən buradan gəlirəm. Siyasi proseslərin pərdə arxası, cəmiyyəti narahat edən məsələlər, vətəndaş şikayətləri. Bütün bunlar Rövşanə ilə gündəmdə. Salam, xoş gördük. Barometr TV-də Rövşanə Ağasəf qızı. Qonağımız rejissor Kənan MM-dir. Kənan, xoş gördük. Təşəkkür edirəm, xoş gününüz olsun. Necəsiz? Yaxşıyam, ruh halım da yaxşıdır, yaradıcılıq halım da yaxşıdır, hava da yaxşıdır, siz də yaxşısınız. Ruh halına daha çox nə təsir edir? Ruh halıma hava, bir də yaradıcı insanların ruh halına gördüyü işin tamaşaçı tərəfindən qərəzsiz sevgisi. Yəni sevgi önəmlidir. Mütləq şərtdir. İnsanı ayaqüstə tutan düşünürəm ki, ayaqları deyil, sevgidir. Ətrafın nə qədər sevgisi var özünə? Sən deyə müraciət edə bilərəm. Əlbəttə, 20 ildir məni tanıyırsan. Ay sağ ol. Nə qədər sevgisi var ətrafın Mənəmi? özünə? Düşünürəm ki, sevgi həyatda yeganə şeydir ki, Mövlanaya sual verirlər, sevmək yaxşıdır, yoxsa sevilmək? Cavabı belə verir ki, sevmək. Deyir, niyə? Deyir, çünki sən sevildiyindən əmin deyilsən, amma sevdiyindən əminsən. Qarşı tərəfin məsuliyyətini daşıya bilmərəm, amma məni sevən insanların həqiqətən onları sevdiyimə mən əminəm. Sevilməmək üçün də səbəblər lazımdır, sevmək üçün də səbəblər lazımdır. Karl Marksın bir sözü var, deyir, məni ya tanımadılar, nifrət elədilər, ya da tanıdılar, çox sevdilər. Tanıyanlar mənə bəsdir. Tanıyanlar sevdi səni. Səni Kənan MM kimi tanıyanlar, bir də Kənan Mahmudov kimi tanıyanlar. Bu adlara olan sevgilərin də yəqin ki fərqi var. Kənan Mahmudovu sevənlər və Kənan MM-i sevənlər. Tərəziyə qoysaq hansı sevgi həyatında dönüş nöqtəsi olub? Kənan Mahmudov sevənlər, Kənan MM olana qədər sevənlərdir zaten. Daha səmimidirmi səncə? Əlbəttə, hər halda. Yəni, ailəm var, dostlarım var, məndən səmimi zarafat eləyən məni daha çox sevəndir. O pərdə ki, aradan götürülür. Mən bilirəm ki, yəni, bu məni o vaxtdan tanıyır. Kənan MM kimi sevənlər isə tanındıqdan sonra sevmək deyil. Ümumiyyətlə, mənə görə tanınmaq iki cürdür. Sən tanınırsan, bu qədər. Sən tanınırsan və sevilirsən. Artıq sənin sevilməyində, sənin tanınmağın rol oynamır. Sənin xarakterin rol oynayır. Bu çox önəmli şeydir. Yəni, biz tələbə vaxtı düşünmürdüm ki, mən haçansa tanınmış olacam. Mən fokuslanmışdım işlərimə. Bu dəqiqə tanınmağa nə var? Yəni, sosial şəbəkə deyilən bir şey var. O qədər tanınmaq istəmədiyim tanınanlar var ki. Məsəl üçün, bugün sosial şəbəkə bağlansın, bağlanmasın, əleyhinə yəni. Biz o vaxt dərk eləyəcəyik ki, həyatımızda olan məşhurların çoxusu əslində heç kimdir. Altyapıda bir özək olmalıdır. Yəni, buna qədər sən kim olmusan? Video bloger deyirlər, falan deyirlər. Düzdür, bu dünya Amerikada daha mistir adı yadımdan çıxıb, neçə milyon izləyicisi var. Artıq onun televiziyasıdır. Oradan tanınır. O ki, qaldı tanınmaq və sevilmək, bu biraz tartışılan mövzudur. Yəni, sən ona əmin olmazsan ki, %100 sevilirsən və yoxud sevilmirsən. Amma sənə nifrət eləyən insanlar əslində Victor Hugo deyir, sənə nifrət eləyən insan sənin yerində olmaq istəyən insandır. Sənə avtoritet kimi baxır əslində. Ona görə əli çatmır, sənə nifrət eləyir. Sənin ən böyük heyranın onlardır. Kənan, bir olay baş verdi bu yaxınlarda.
polisə qədər gedib çıxdınız. Jurnalist yazar həmkarımızın səndən aranda olan bir insidenti. Bu vaxta qədər eşitməmişdim sənin polisdə bir olayın olsun. Bəlkə də olmuşdu, Bir bilmirəm. dəfə də cavanlıq vaxtı olub, amma heç kim arzulamaz ki, orada olsun. Əlbəttə ki. Amma mən düşünürəm ki, məsələn, kənardan səni tanımayanlar düşünürlər ki, Kənan çox davakardır, qalmaqallıdır. Kənan söz deyəcəksə çox emosional təsir göstərəcək, emosional reaksiya verəcək. Belə görüntün var. Bəlkə bəzi filmlərdə o sənin yanaşman, daha doğrusu nə bilim belə kriminal sanki bir obraz, belə bir təəssürat var və bu olay baş verəndə də mənə elə gəldi ki, yazar mühiti deyək, qələm əhli sanki sənə qarşı bir belə bir birləşməyə başladılar. Nədən oldu bu? Yəni bu nə idi səbəb səncə? Elə görsənməyimin üzücü tərəfləri var. Mənə də üzür. Bəzən yaxınlaşıb deyirlər ki, və yaxud yazırlar ki, sizi filan yerdə gördük, sizinlə şəkil çəkdirməsəydik, qorxduq. Burada qorxmaq nə var ki, mən də Azərbaycan vətəndaşıyam, mən də bu ölkənin vətəndaşıyam. Yəni özünü niyə belə təqdim eləmirsən? Əslində sən elə deyirsən axı. O zamanla, bax bilmirəm, bunun adına istəyirsiniz ego deyin. İstəyirsiniz özündən razılıq deyin. Nə deyirsiniz deyin, bu bəlkə də müdafiə mexanizmidir mənim. Bəlkə də mən özümü belə müdafiə edə bilərəm. Həzrət Əlinin bir sözü var. Sərt olma, qırarsan, yumuşaq olma, qırarlar. İkisindən birini seçməliyim. Ya qırılmalıyam, ya qırmalıyam da. Yəni mən bu tərəf seçmişəm. Bəlkə də onlara görə. O ki qaldı, o yaranan şeyə bilirsiniz, mən həmin gün oruçluğun ilk günü idi, orucuydum və Qarabağın uduzan saatı idi, stres üst-üstə gəldi. Hər bir insanın zəif yerini bilirlər. Çox təəssüf ki, mənim zəif yerimi hamı bilir ki, mən emosional insanam. Amma üstümə həssas hücum edib, sonra mənim adımı günahkar qoymaq bu adil deyil, adil bir şey deyil. Sən mənim sənətimi sevə də bilərsən, sevməyə də bilərsən, tənqid eləyə də bilərsən, eləməyə də bilərsən. Amma dediyim maddələrin faktını gətirməlisən. Orada çox şey vardı. Yəni tənqidin məqsədi, səbəbi, motivi nə idi? Qardaşın yaradıcılıq işi ondan ibarət imiş. Sonra mən araşdırdım, baxdım ki, mən yaxşı qurtarmışam. Yəni elə adamlar var ki, onları nüvə silahı ilə vurub. Baba Pünhan olsun, Mehriban Zəki olsun. Tənqidə açıq deyilsən. Tənqidə açığam. Tənqid insanı inkişaf elətdirər. Amma məntiqli tənqid. Mən belə təhqir yəni içində mən bax biraz mənim Gecə qonağım filmim Dubaya satıldı. İlk Azərbaycan filmlərindən. Qayıdış Alanya Film Festivalında birinci yerə çıxdı. Qayıdış Türkiyədə kino rejissorların Azərbaycan filmi olaraq klassik dərslik kimi göstərdilər. Savaşçıda 40 bölüm oynadım. Yəni sən istəsəydin onları da görə bilərdin. Yəni psixologiyada bir şey var. Nəyi axtarırsansa onu tapacaqsan. Afrikada ac insanlara bir film göstərdilər, Art House. Filmin sonunda deyiblər, nə gördünüz? Dedi, toyuq. Çünki bunlar acdır. Başa düşürsən? Amma polis idarəsinə kimi getmək, iftarımı ilk orada atmaq xoş bir şey deyildi. Yəni ona da yaraşdırmadım, özümə də yaraşdırmadım. Orxana sual verdim ki, məndə yaxşı bir şeylər necə ilə görmürsən? Deyir, əlbəttə var, amma onlar mənə maraqlı deyil. Adam əgər bunu dili ilə deyirsə, bilirsən ki, bunun bir bəlli yolu var. Hətta o gün danışırıq, mən təkrar... Barışdınız yəni. Barışdıq, küsülü qalmaq insanın nəyinə lazımdır. Yəni, hətta mən biraz ağır ifadələr işlətmişdim, bunu burada deyirəm. Mən amma onu sənə yaraşdırmadım. Mən özümə də yaraşdırmadığıma görə, gərək indi orasına, mən özümə də yaraşdırmadığıma görə 30 saniyədən sonra sildim. Düz elədin. Yəni, o orada qalmalı deyil. Başa düşürsən, mən təkrar üzr istədim. Əgər bu üzr məni alçaldacaqsa kimlərin qarşısında alçalsın, mən bilirəm ki, yəni aidiyyəti olmayan insanları təhqir eləmişəm. Amma buna kim səbəb yaradıb? Buna kim səbəb yaradıb? Orada ağır bir ifadə idi, mənə görə ağıra, indiki halıma görə. Yəni 20 il bundan qabaqki halıma görə yox, mən toy da çəkmişəm Naxçıvanda. Dedi ki, Kənan rejissor yox, maksimum operatorun şunu tutan ola bilər. Bu tənqiddir. Yəni bunu təhqir kimi qəbul elədiniz. Bəli. Bir də o emosional şeylər üst-üstə düşdü. Amma o operatorun yanında şunur tutan insanlara həm də biraz incitmək bucağından yanaşma görünmədi ki, sənin yanaşman. Mən cavanlığımda o işlə məşğul olmuşam. Amma məsələn, yaşlı olub o işi görənlər də var, evinə çörək pul aparanlar da var. Hə də, yəni o da bir sənətdir də. Bu sualı siz yanlış adama verirsiniz. Kənan, qaydaq biraz bu yaradıcılıq məsələlərinə. Bizdə serial çəkə bilmirlər fikri.
hələ də dolaşır. Yəni bu belədir. Bunu istəsək də, istəməsək də, zaten mən bu cəmiyyənin içindəyəm və bilirəm. Çəkə bilmirlər. Və mən hərdən düşünürəm ki, məsələn, biz bu işi bacarmırıqsa, niyə eləyirik o zaman? Yəni əlimizdə çox rahat pult, türk serialları evimizin içində və daha peşəkar, daha pul çox xərclənmiş, deyək ki, ssenari olaraq ola bilər, aşağı, yuxarı fərqli ola bilər hardasa. Amma bütün hallarda ailə, məişət, qaynana, baldız, sevişmə, sevgi və s. Budur da, yəni bütün hallarda serialın mövzusu. Bizdə də elədir, onlarda da elədir. Zaten dramaturgiyanın bir neçə növü var da, yenisini kəşf edilməz. Məsələn, onların Möhtəşəm Yüzyılı var idi ki, yenə də əsas motiv nə idi? Sevgi idi. Orada Möhtəşəm Yüzyıla bilirsiniz niyə baxırdılar? Mən deyim, ən çox qadınlar niyə baxırdı? Çünki Sultan Süleyman arvadının dediyi sözü eləyirdi. Ona görə qadınlar tərəfindən sevilirdi, amma elə bir kişi mövcud deyil Azərbaycan coğrafiyasında. Ad yapıda sevgi idi, biraz da. İndi məsələn biz əlimizdə bu qədər rahat seçim ola-ola. Vacibdirmi ki, o sən bir müsahibəndə deyil və qəpik quruşa çəkilən o boş seriallar boşu-boşuna vaxtı yəni belə doldursun da. Nəyə lazım? Niyə çəkirsiniz o zaman ki? Bu tək sənə aid deyil, ümumiyyətlə. Əgər bir iş Azərbaycan serialı və filmi yaxşıdırsa, mənə o rejissorun kimliyi hələ ki maraqlı deyil. O yaxşıdırsa, deməli mənim işim də yaxşıdır. Hamımızın adına da qurunun oduna yaş dayanır. İddialı sual verirsən, bilmirəm verilişin formatı budur, nədir? İstəsək də, istəməsək də 10 il bundan qabaqki seriallarla, indiki serialları müqayisə eləsək, yerlə göy qədər fərq var. Bunun başqa bir siyasəti də var, kanal. Kanal siyasəti. Məsəl üçün, sən Xəzər TV-də gedən serialı ARB rəhbərliyinə aparsan, bəyənməyəcək. İctimaidə gedən serialı ATV-yə aparsan, bəyənməyəcək. O gün bir kanal rəhbərlərindən birinə bir sual verdim. Dedim ki, bəs filan serial gedir, baxırsan. Dedi ki, mən seriala baxmıram, rəqəmlərə baxıram. Bizi bədbəxt edən o rəqəmlərdir. Əgər bir ailə məişət serialı, qaynananın gəlini tutub saçından sürməsi, baldızın qaynına belə kuxnadan qulaq asması reyting verirsə və kanal tərəfindən sevərək biz reyting veririk deyilirsə, artıq Azərbaycan rejissoru o reyting verən mövzuya məhkumdur. Elə çəkməlidir. Sən nə çəkirsən çək, deyirlər ki, cəmaata bu lazımdır. Kimdir cəmaat? Hansı cəmaat? Bax, Azərbaycan izləyicisi iki kütlədən ibarətdir. Diqqətlə qulaq asın. Efirdəki kütlə, efir izləyən kütlə, yaş həddi 45-50 üstüdür. Sosial kütlə, yaş həddi 40-a qədərdir. İnsanların bugün ən çox elədiyi hərəkət budur. Ona görə nevroloqlarda qaplarında növbədir. Bax, bilək xəstəliyi, tenisi dirsəyi deyilir, budur. Axırıncı dəfə mənim televizora baxmağım yadıma gəlmir və yaxud kiminsə televizora baxmağı yadına gəlmir. Tamam, bəs bu efirdə niyə reyting verir? Az eşitdim uşaq kimdəndir? Bu. Mən isə bu dəfə bu qanunları pozdum. Çünki mən də vaxtilə elə şey çəkmişəm. Amma ruh halim o deyil. O seriallar akademik deyil. Nə mövzu baxımından, nə şey baxımından. Rejissor nə qədər savadlı olur olsun, nə qədər istedadlı olur olsun, kinonun talant tərəfindən əlavə texniki tərəfləri olmalıdır. Məsəl üçün, senarist oturur yazır ki, Gülşən əlində sopa ilə girdi sevgilisinin ofisini dağıtdı. Nə gözəl səhnədir. Bunu mən necə çəkim? Pul lazımdır. Mütləq şəkildə. Bəli. Mütləq şəkildə. Pul tələb edən bir səhnədir. Biri var sənə yaşamağı öyrədən, belə yaşa, belə yaşa, okey. Biri də var sənə yaşamağa kömək eləyən. Kömək eləyən yoxdur. Sən mənə top vermirsən, deyirsən futbol oynayın. Nə ilə oynayın? Yaxşı, bəs pulu hardan alırsan? O çəkirsən də sən indi. Pulu mən bir gün Mədəniyyət Nazirliyi ayırmır. Bir gün bir jurnalist mənə sual verdi ki, yenidən həyata gəlsəydiniz nə olardınız? Mal dedim ki, yenə də rejissor. Bu xəstəlikdir, bu virusdur. Sən bundan qopa bilmərsən. Mən sənətdən çıxanda sənət səndən çıxmır. Tarkovskinin bir sözü var, dünya murdar olduğu üçün sənət var. Bəlkə də nələrsə düzəltmək istəyirəm. Mənim öz dünyama görə. Pulu hardan tapırıq? Şəxsi nüfuzum, dost tanış, biraz da kanal kömək eləyir. Bax, kanalları qınamırıq. Niyə? Bir serial 1 saatdırsa, 1 saatin içində 2 reklam bloku gedirsə, o 2 reklam blokundan gələn pulla serial təmin eləmir. Bazarımız balacadır. Bax, Türkiyə dedim də, var 80 milyon içində peraşki satan, var 10 milyon içində peraşki satan. Bu peraşki satan yenə coğrafiya məsələsidir, aydındır. Coğrafiya şərtdir. Coğrafiya şərtdir. Bax, düşünək Tarkan
Yenə də var, mövcuddur. Çox istedadlıdır, karizmatikdir, səsi yerindədir. Amma bu dəfə doğulur Naxçıvanda və yaxud Bərdədə. Nə olacaqdı? Tarkan ola bilərdi? Yox. Bizdə o qədər istedadlı uşaqlar var ki, amma coğrafiya kaderdir deyib bundan barışmışdı. Siz kanal rəhbərlərindən də asılısınız da belə Çirkana. Məsələn, serial çəkdin, Ən pis şey apardın, yaradıcı insan bəyənmədi. üçün. Bax əzizim, istəmədi. yaradıcı insanın ən böyük içmən qarışı, başqalarının Asılılıq. adında danışıram. Qeyri-yaradıcı insanlardan asılı. Hə. Ümumiyyətlə dünyada duyğuların ən pisi insanlara möhtac olmaqdır. Ondan pisi isə pis insanlara möhtac olmaqdır. Bax biz bu dəqiqə o şeyi yaşayırıq. Maraqlıdır. O proses necə gedir? Gedirsən bir kanal rəhbəri kanalından xoşu gəlmir. Mən 4-5 kanal var. Bu gün də kanalların vəziyyətini indi bilirsən də necədir də. Allah O köməklər kanalın olsun. rəhbəri səninlə arası yoxdur deyək ki, birinin ssenari xoşuna gəlmədi, birinin çəkiliş xoşuna. 4-5 kanalda. Əgər onlar razı olmadılarsa, belə deyək də, nümayiş etdirməyə filmi, o zaman rejissor nə edir? Sən çəkmisən bir 80 serialıq bir film, 70 serialıq bir film, serial qalıb əlində. Və sən buna pul ayırmısan. Necə sponsorundanmı, dostundanmı, tanışın və çox çətinliklə pul ayırmısan. Dəhşət. Çətin. O zaman rejissorun aqibəti nə olur? O aktrisanın, aktyorun aqibəti nə O olur? qədər filtrlərdən keçir. Serial o qədər filtrlərdən keçir. Bax məsəl üçün bu da var, bunu tamaşaçı bilmir. Biz başqa bir şey yazırıq. Möhtəşəm. Aparırıq, onu çıxart, bunu çıxart, onu çıxart, bunu çıxart və tamaşaçı da elə bilir ki, bu əvvəl belə olur. Sən əvvəldən razılaşdırırsan da yəqin kanal rəhbəri. Hər halda yəni sinopsislə gedirsən, o olmaz, bu olmaz. Hansı ki, mədəniyyətdə, kinoda mənim şəxsi həyatda olmazlarım var. Yəni bilirəm ki, bu olmaz. Amma olmazsa olmazlar da var axı. Bu mütləq olmalıdır. Yəni hər şeyi gözəl, çiçəkli göstərmək mənasız bir şeydir. Şener Şenin çox qəşəng bir sözü var. Dedi ki, Yeşilcan bizim dönəmdə, yəni öz yaşıdlarım deyir, türk serialları ailəni bir yerdə saxlamağı göstərirdi. İndiki seriallar ailəni dağıtmağın yollarını göstərir. Bax, bir şey deyirəm. Aşk-ı Məmnu, Yapraq Tökümü, Min bir Gecə. Üçünün də içində əxlaqsızlığın sırf pik nöqtəsini göstərmək var. Bir gecə mənimlə 100 min. Bəli, bəli. Qardaşının, bacısının yoldaşını sevir, əmisinin yoldaşını sevir. Bəli. Düşün biz o serialı çəkirik. Cəmaatın nasıl bacısı var, bu yanaşma da var. Amma bizimkilər baxır o seriallara. Çox təəssüf ki, bax. Cem Yılmaz gəlir, söyüş söyür. Hasan var, o gəlir, söyüş söyür. 700 manat verirlər, söyüşə gürürlər. Fərdə bir dəfə demişdi, cəmi qayırma, Polad Ələmdar deyir ki, sizdə Polad qayırma zavodu var, ona görə mən gələ bilmirəm. Ayıbdır, bu nə oldu? Bu nətər oldu? Nə qədər ki, biz özümüzü sevmirik, özümüzə dəyər vermirik. Bu tamaşaçı riyakarlığıdır. Əzizim, bir səhnə çəkmirsən, dağıdıb səhnə. Bir nəfər girib yazıb ki, qızın corabları Turşuqarskidir. Bu nədir bu? Yazmaq xatirinə. Mən həmişə arada dostlarıma deyirəm ki, kaş telefonu olan hər adamın komment yazma qabiliyyəti olmazdı. Boş-boş şeylər, nə bilim. Amma Türkiyədə savaşçı oynayanda öz səhnələrimi özüm çəkirdim. Mən bir şeyə inanıram. Amma o barədə az danışdılar bizim mediada da. Bu Firuzə Özükdür. Burada Firuzə Özükdür. Bəs burada da Firuzə Özükdür. Bu dəyişmədi ki, tərkib hissəsini dəyişmədi ki, mən burada nə işlə məşğulam, orada da o işlə məşğul idim da. Amma orada özümü sənətçi hesab edirdim. Başımın üstünə zondik tuturdular, çayımı, kofemi, tərəzi gətirdilər ki, çəkin artmasın, sabaha nə yemək istəyirsiniz? Burada mən setə gəlim, aktrisa deyir, məni də götürə bilərsən evdən. Başa düşürsən? Yəni, ikinci rejissor gəlir qulağıma deyir ki, abi, set pul azdır bu gün, aktyor çoxdur, onlar yesin, bizə qalar yeyərik. Bu filtrlərdən çıxır. Mən gecə qonağı ikini çəkəndə türk yönətməni vardı, gəldi. Bura 10 minlik işıq, dedim, yoxdur. Nasıl yoxdur? Dedim, yoxdur, pul yoxdur. Bura nə bilim, nə yoxdur. Bu getdi, filmin qala gecəsi gəldi, film uğurlu alınmışdı. Gəldi, aeroportda mən yola salındı, dedi ki, siz sehirbazsınız. Dedim, niyə? Dedi ki, sizin çəkdiyiniz şərtlər altında biz foto çəkməliyik, siz kino çəkirsiniz. Bir balaca sevdamız qalıb. Onu da əlimizdən alsalar, batdıq. O zaman niyə çəkirsiniz? Yəni belə qazancınız var, qazancınız var. Bu serialdan qazancım Azərbaycanda heç kim öz əməyinin haqqını qazanmır, içi aktyorlar qarışıq. Yox, qazanc bilirəm ki, əməyimin haqqı yoxdur. Mən bu işi başqa ölkədə görsəydim, tək mən yox, hamı. Elə sənə də aiddir. Daha yaxşı qazanacaqdım. Amma ali məqsəd demək ki, o deyil də hələ.
Uğurlu, uğursuz film məsələsi var da. Məsələn, sənin də yəqin ki, uğurlu filmin var, uğursuz filmin də var. Əlbəttə var. Məsələn, elə olub ki, mən baxmışam, yəni biz dostuq və bilirsən ki, sənin xətrin əzizdir, amma mən baxmışam deyirəm bu nə film deyə çəkmisən. Amma baxmışam elə filmdə var ki, məsələn sən mənə səhnələr göndərirsən, baxıram, yəni efirlərdə də görürəm, deyirəm ay bravo da Kənan, necə gözəl. Təşəkkür edirəm. Uğursuz film səni nə qədər incidir və sən o anda o hisslərin Sən əgər bunun fərqindəsənsə, deməli səndən qabaq mən fərqindəyəm. Tamaşaçı efirdə bir qüsuru görürsə, ondan qabaq mən montajda görmüşəm də pul yoxdur eləməyə. Bəzi filmlər bizim müəllif filmlərimizdir. Bəzi filmlər xaladelniki doldurmaq üçündür. Uğursuz filmlərin ən çox baxılan filmlərdir. Niyə? Çünki şit zarafatlar var. Amma uğurlu filmlərim kinoteatrda heç kim baxmadı. Hamı YouTube-da bu nə qəşəngdir. Qəşəngdirsə orada da qəşəngdir də. Heç nə dəyişmədi ki. O filmimi, mənim qayıdış filmimi 2 dəfə festivala çağırdılar. Birində də yenə deyirəm bunu, bu tək öz adıma danışmıram, amma Azərbaycan filmi adına danışıram ki, bir Azərbaycan filmin Ərzurum gözəl sanatlarda dərslik olaraq göstərirlərsə, mən elə gəlir ki, Allah haqqı bu uğurdur. Aktyordan nə qədər asılıdır sənin filminin uğurlu alınması? Deyim, %100 aktyordan asılıdır. Bir rejissor olaraq bunu deyirəmsə. Əgər bir tamaşaçı oturub bir seriala, bir filmə baxırsa, hələ o tamaşaçına məlumatı yoxdur və vecinə də deyir ki, bunun kimi çəkibdir. Çünki o pərdə arxasında olan şeydir. Aktyora baxır. Shakespeare-in qəşəng bir sözü var. Aktyorlar tarixin həqiqətləridir. Bu nə deməkdir? Biz Mustafa Zamanini görəndə elə bilirik ki, Həzrəti Yusifdir. Rəhmətli Rasim Balayev elə bildik ki, Nəsimidir. Tarixin həqiqətləri onlar deməkdir. O oynadığı şəxsiyyəti səni inandırmalıdır ki, bu belə olub. Bir dəfə sən Pərvin Abiyevanı çəkmişdin. Mən elə kinoteatrda 2 dəfə. Mən birinə baxmışdım. Unutdum filmin adını. Gecə qonağı. Ay sağ ol. Səncə uğurlu film idi? Va səmimi. Bir yox, 2 hə. Bir ümumiyyətlə o bariyeri aşmaq üçün bir risk idi. Biri kinoteatrda tənqid elədilər, bir təzədən televiziyaya çıxdı. Mən yadımda deyil hansını baxmışdım. Mən baxmışdım. 2-ni niyə çəkdim ki? 2-ni qaza gəldim çəkdim də. 2-ni bildiyin qaza gəldim. Yəni YouTube-da milyonlar izləmələr falan. İndi də platformalar aldı o filmi. Bizim yerli platformalar aldı. Yəni Pərvin Abiyeva uğurlu aktrisadır çəkmişdi, yoxsa gözəlliyinə görə? Pərvin şarmlıdır. Bunun danmağa ehtiyac yoxdur. Amma aktrisa istedadlı olmalıdır, tək şarm məsələsi deyil ki. Bax, əgər iynənin ucu qədər bir aktrisada istedad varsa, iynənin ucu qədər bir işıq yolu varsa, mən istədiyimi ondan alacağam. Ala bildin? Deyirəm. Mən bir serial çəkmək istirdim. Adını çəkməyim, çünki qarşı tərəfə hörmətsizlik olar. O qızı oradan istədim. Mənə dedilər ki, abi, çəkməyə səni incidəcək, yoracaq. Çəkdim. O rejissor 6 aydan mənə sonra zəng vurdu ki, halal olsun sənə, oynatmısan. Və biraz da sosial kütləsi olan bir insan lazımdır film üçün. Bu mütləq şərtdir. Çox təəssüf ki, mütləq şərtdir. Bax, belə bir şey var da Instagramda, TikTokda. Bir bu, bir də bu. Roma imperiyası vaxtından qladiatorlardan yaşasın, ölsün. İndi sən bir iş paylaşırsan, onun yaxşı və yaxud pis olduğuna artıq sənin yaradıcılığın yox. Çox təəssüf ki, bunlar qərar verir. Və sənət gəlib bundan asılı olur. İndi hə. Və? Çox təəssüf ki, hə. Və nədir bu uçuruma getmək demək deyil sənə görə? Yəni, əgər bu layiqdan asılıdırsa, sənət. Əlbəttə. Və o layiqı qoyan kimdir? Heç kim boynuna almır. Kimdir o layiqı qoyanlar? Bax, biz YouTube-a yazırıq Alim Qasımov, 30 min, 40 min. Yazırıq X bir müğənni, milyon. Bu göstərici nədir? Heç kim boynuna almır. Heç kim dinləmir, demir ki, mən buna qulaq asıram. Axı biz bilirik, bunlar eyni tərəziyə qoyulacaq bir şey deyil. Amma düşünürəm ki, haçansa düzələcək. Niyə? Pis işlər yaxşı işləri üzə çıxaracaq. Kanallarda bu işin çox böyük pis siyasəti var. Tamaşaçı bunu istəyir. Yox, tamaşaçı onu istəmir. Tamaşaçı sən uzun müddət onu göstərmirsən, ona görə. Ona şuuraltı refleks deyirlər. Onu istəyir. Kərəm Çatay var, Ay yapımın sahibi. Onun çox gözəl bir sözü var. Bu adam o sözü deyirsə, ağıllı oturub bu sözü dərindən fikirləşmək lazımdır. Söhbət Türkiyə reyting bazarından gedir. Deyir ki, reyting keyfiyyət göstəricisi deyil. Jurnalist sual verir ki, Kərəm bəy, sizin çəkdiyiniz seriallar yəni dağıdıb axı reytingdə. Deyil, nə olsun? Maraqdır. Maraq başqa şeydir, sənət başqa şeydir. Məsələn, Netflix sənətdir mənə görə. Platforma.
Çünki sənət də akademik düşüncələr, tərkiblər, amma Məncə serial sənət deyil axı. serial deyil serial axı. kinonun bir növüdür. Hə də bir janrdır, bir biznesdir. növdür, biznesdir. Serial Sənət deyil kinonu axı. heç bir serial sənətsal sayılmırdı. Amma digital platformalar arasında artıq bunu da bir ödülləndirmə şəkli alıbdı. Məsəl üçün Yarğı aldı, yaxşı bir serial olaraq aldı. Amma motivasiyadır da. Kənan, fikrin nə maraqlıdır? Məsələn, bizim seriallara bəzən həddən artıq şit və bayağı zarafatda bir söyüşün gəlməsi, yersiz söyüşün. O söyüş Bunu Türkiyədən götürüblər, Türk seriallarında var filan, amma mənə elə gəlir ki, Türk seriallarında daha yerində işləyir. Bizdə sanki biraz təqlid eləmə, yerli yersiz. Yaxşı serialdır, baxırsan ki, ssenarisi də yaxşıdır, rejissoru işi də pis deyil, amma o şit söyüşlər adamın qulağını elə dəlir ki də. Hətta kinoteatrda baxanda mən olub ki, mən xəcalət çəkmişəm ki, bu nədir axı? Bu nədir? Bu şitliyi niyə gətirmisiniz seriala? Məqsədiniz nədir? Əslində haqlısan, amma qəbul olunan və qəbul olunmayan tərəf də var da. Bax, özün öz dilində ki, türklərdə alınır, bizdə alınmır. O şeylə razı deyiləm. Söyüş söyüşdür, əxlaq əxlaqdır. Yerli yersiz işlədirlər də. Bayaq Bəlkə də dedilər, yerində. olmazlarım, olarlar, olmazlar. Bozun 50 çaları deyə bir film var. Bəli. Kinoteatrda belə. Bəli. Hamı da baxırdı. Emil Quliyevin pərdəsini amma tənqid elədi. Bu haqlı tənqid deyil axı, ədalətli deyil axı. Yəni bu o filmdən daha çox tərbiyəlidir. Və sən gedəndə bilirsən axı hara gedirsən. Mən dedim axı yerli yersiz. Bəzən o şey yerində elə işlədirsən ki, bütün o cana damara, Nə qana qədər ki, işləyir. Bir də Azərbaycan var bayağı şit sənətçisinin göydən düşmə gəlir. Onlar da var, əlbəttə. Hətta gözləmədiyin, İkrah doğurucu gəlir. gözləmədiyin Hə, halda. yəni bu bugün yeri deyildi Bir də şey var da, burada. bir gərilmə Hə. özünü hazırlayırsan. Bilirsən ki, padvala düşəsən, qaranlıqda yavaş-yavaş özünü addımlarını qaranlığa atırsan. Amma birdən-birə uçuruma düşsən, gedərsən. Sən dediyin şeyi ona bənzədirəm mən. Kaş ki olmasaydı və yaxud bəlkə də yerli özümüz namus çəkmək deyirlər. Bunu Azərbaycanlı olduğumuza görə yaraşdırmırıq. Bəlkə də bu da var. İnanırsan, onun həllini mən özüm də bilmirəm. Tərəfdar da deyiləm. Kənan, bir dönəm var idi ki, bilmirəm razılaşacaqsan yoxsa yox. Məsələn, 2000-ci illərin elə ortaları idi, əvvəldə siz klipmaker olaraq populyarlaşmışdınız da. 4-5 nəfər idi. Sfuad idi, Ülviyə Könül idi, sən idin, Aqilem Quliyev idi. Yəni çox az idi da. Siz o qaymaqlar idiniz də, belə deyək. Klipmaker deyəndə ağla gələn bu 4-5 nəfərin adı idi. Bax, bu möhürmü deyək, bəlkə buna başqa bir ad deyək. Bu sanki sizin üzərinizdə çiyninizdə belə bir klipmaker yükünü illərlə Kənan deyəndə, Fuad Əlişov deyəndə, Ülviyə Könül deyəndə ağla gələn bizim nəsildən gedir. İlk olaraq klipmaker, sonra serial rejissoru ola bilər, film rejissoru və s. də bilim, televiziyalarda işləyənlər də var aranızda. Amma o sanki çiyninizdə, bilmirəm, yaxşı mənada möhür deyək, ağır mənada yük deyək, bu sizi sanki o qəlibdən çıxmağa imkan vermir bizim nəsil sizi tanıyan insanlar üçün. Ki Kənan klipmaker, yəni o tarixi film çəkə bilərmi? O serial çəkə bilərmi? O gün bir skrin atdılar mənə, çox xoşuma gəldi. Biraz da dedim, illərlə tez keçir. Bir qız yazmışdı ki, balaca vaxt elə bilirdim ki, bütün klipləri Kənan əmim çəkir. Böyüdüm, başa düşdüm ki, yox, bütün klipləri o çəkmir. Ən xoşuma gələnləri o çəkibdir. Musiqi ilə işləmək özü də bir çətindir. Yəni, mən klipmakerlik deyə bir şey oxumamışam. Mən kino rejissorluq oxumuşam. Türkiyədə, Gürcüstanda, Azərbaycanda. Amma kinonun olmadığı dönəm biz fəaliyyətə başladıq. Çünki klip özü də 4 dəqiqəlik bir filmdir. Amma 21 yaşında uşaq məni sən dediyin klipmaker kimi tanımır. Çünki axırıncı klipimi haçanı çəkmişəm, Allah bilir və indiki müğənnilərə klip də lazım. Mən dedim də bizim nəsildən gedir. Klip də lazım deyil. Çünki qadınlar ümumiyyətlə klip çəkəndə deyir ki, mən qəşəng görsənim, başqa heç nə fərqində deyil. Bu da yanlış yanaşmadır. Bir də Instagram, TikTok var da, artıq çəkir belə paylaşır. Bax, sənəti məhv edən biraz da belə şeylərdir. Mənə elə gəlir ki, sənin içində bax o arzular, xəyallar, klipdən söz düşdü. Mən yadımdadır, Faiq Ağayevlə bağlı bir klip çəkmişdin, aldatdım, ayrılma məndən. Orada sən əməlli başlı belə kriminal səhnələr idi də, öldürdü, kəsdi, güllələdi falan. Mən baxırdım ki, Kənanın içində sanki belə savaşçılıq var. Xəyalların tamam başqa və sən onu sığdıra bilmirsən. Nə o klipin içərisinə sığdıra bilirsən, nə o seriala sığdıra bilirsən. Yəni içində o belə deyim də xəyal genişliyi, masştabı daha böyükdür. Və sən o qalmısan çabalaya. Kanal. Və nə buna pulun var, nə buna imkan verən var, nə digər səbəblər. Kanal yerinə gedək. Serialı, bu Çınar Ömrü serialın
hələ kağız üzərində idi. Kanallardan birini apardım, oxudular, çox bəyəndilər. Dedilər ki, amma qorxuruq. Deyirəm, niyə? Deyir, sən sevilən bir simasan, sənin arxanca gələn bir cavan nəsil var. Sən burada killersən, silahla falan özənərlər. Dedim, o zaman gəlin Çingiz Abdullayevin kitablarını yığışdıraq, Elxan Elatovun kitablarını yığışdıraq. Bu pis şeydir axı. Yəni seçim sənin özündür. Bu ölkədə Kənan Əmin vardısa, dini xadimlər də var da. Kim nədən tərbiyə götürmək istəyir, ondan zaten götürəcəkdir. Bir də axı onun içində verdiyin qəhrəmanın bir mesajı var. Bütün ən sevdiyimiz filmlərdən biri Briqada filmi idi. Çox gözəl serial idi da. Axırda qəhrəmanlar ölür. Mesaj nədir? Belə yaşasan, belə olacaqsan. Yəni kanal bunu anlamırsa, yenə dedim, asıllıq. Mənim özümün kanalım yoxdur ki, neyin Əsasın. Və sən məcbursan bəzən o diktə olunan bir şeyi məcburən də, yəni zəhərini çıxartmalısan da. İnanırsan olmasan adamın ürəyi partlayır. Kənan, nədir bu içindəki, bax o dediyini killer, ölüm, savaş, vuruş, bu hardan ya? Bu uşaqlıqda bir başqa bir... Mən Naxçıvanda böyümüşəm. Davakar olmuşam. Davakar olmuşam deyəndə döyməmişəm. Ən çox döyülmüşəm. Yəni başım girməyən yerə özümü soxurdum. Ruh halı deyilən bir şey var da. İnsan öz yetənəyinin fərqində olmalıdır. Məsələn, mən bilirəm ki, mən yaxşı kosmonavt ola bilmərəm. Mən bilirəm ki, mənə bir yerdə məmur vəzifəsi təyin edilsə, şans olsa, mən onu heç vaxt dəyərləndirə bilmərəm. Mən kabinetdə oturan adam deyiləm. O ruh məndə deyil. Və mən bilirəm ki, mənim əlimə silah yaraşır. Və nə yaxşı ki, mən bunu bilirəm. Başa düşürsünüz, bunu bilməyin özü də yaxşı bir şeydir. Yəni, bunun fərqində olmaq yaxşı bir şeydir. Başlamaq uğurun yarısıdır. Bəs başlamamaq. Arada deyirlər, sən özün haqqında özünə dəyər verməyə, qoy insanlar sənə dəyər versin. Birdən vermədilər. Birdən vermədilər da. Bunun garantisi yoxdur axı. Kim özünü sevmir ki? Hamı özünü sevir. Kim özündən razı deyil ki? Niyə razı olmayayım? Allah ayaq verib, əl verib, qaş verib, göz verib, tanımadığı insanların sevgisini verib. Narazı olub neyə niyəcəm? Və sən bunları istəmədiyin halda Allah sənə veribsə, bu özündən narazı olmaq nankorluqdur. Elə də səndən razı ol. Allahla münasibət. Naxçıvanda dedim böyümüşəm. Yəni daha belə bir yerdir ki, orada istər-istəməz inanclar, dinə münasibət. Sənin necədir ailəndə, özündə? Allahla münasibətin necədir? Allahla danışırsanmı? Tutduğun mövqe, durduğun yer? Allahla münasibət zaten Allahla bəndə arasında olan bir şeydir. Çox təəssüf ki, bəzən insanlar hiss etdiyinə yox, gördüyünə inanır. Cümləni təkrar edirəm. Hiss etdiyinə yox, gördüyünə inanır. Məsəl üçün, indi mən bu haqda danışmaq istəmirdim, heç vaxt işimdə danışmamışım da. Sadəcə sən sual verdin deyə bax, ona görə deyirəm. Altını çizərək deyirəm. Bir gün bir yerdən ibadətdən gəlirik. Mən dedim ki, mən tez maşına gedim, utanıram da, camaat sat baxır. Dostum gəldi, otdu maşına, güldü. Dəhşətdir. Deyirəm, nə olub? Heç nə desəm əsəbləşəsən. Görürəm, mən məsciddən gəlir, burada əsəbləşməli nə var? Deyir, bəs sən orada namazı qıldın, çıxdın, biri belə eləyir. Buna bax, dünən televizorda araq içirdi, indi gəlib şey eləyir. Günahın yox. Dünən televizor dediyi serialdan söhbət edir. Başa düşürsən? Mən o sözlə razı deyiləm. Dünənə kimi alkaşlıq eləyirdi, bu gün namaz qılır. Yenə eləsin alkaşlıq. Bu dünən idi da. Allah qəni-qəni rəhmət eləsin Ustad Hacı Şahinə. Çox gözəl bir sözü vardı onun. Deyirdi ki, axirətdə bir də baxarsan, dünyada şərəfsiz, alçaq tanıdığın bir insan cənnətə tərəf gedir. Belə mal-mal baxarsan, Allahdan xütbə nida gələcək ki, sən onu elə tanıyırdın. Sən onu elə tanıyırdın, amma elə deyildi. İnsanı üzdən tanımaq başqa bir şeydir, rənginləmək başqa bir şeydir. Mənim bir sözüm var, deyirəm ki, bilmək istəmədiyim şeyləri bilmək məni çox incidir. Kaş ki, bilməzdim. Ən çox güldüyüm şeylərdən biri şeydir. Yalanını bildiyim həqiqəti dinləyirəm və yaxud həqiqətini bildiyim yalanı dinləyirəm, amma müdaxilə eləyə bilmirəm. Çünki adam xoşbəxtdir. Onunla xoşbəxt. O da elə xoşbəxtdir, neyinləsin? Mən dindar deyiləm, amma murdar da deyiləm. Kimsə kiməsə nisbətdə yaxşıdır. Dramaturgiyada belə bir şey var. Sən bir yaxşı qəhrəman göstərmək istəyirsənsə, onun yanına pis bir qəhrəman qoymalısan. Yoxsa bu yaxşı görsənməyəcək.
Qəhrəmanın var. Qəhrəmanım mı? Özün üçün yaratdığın qəhrəman varmı? Mənəvi qəhrəmandan söhbət Mənəvi gedir. qəhrəman, əlbəttə. Atam. O oğlan xoşbəxtdir ki, atasını oxşamaq istəyir. Çünki mən elə ağır şərtlər altında Naxçıvanda böyümüşəm. Blokada, müharibə, pioner ola bilmədim, komsomol ola bilmədim. Günümüz mitiklərlə keçdi. Bir də sədərətdə döyüşənlərə yemək aparmaqlarda. Atam da indi bunu soruşursan deyirəm, kömək eləyirdi cəbhədə. Biz də hamımız bizim dönəm uşaqlıq yaşamadıq. Həqiqətən deyirəm, biz hər şeydən yarımçıq qaldıq. Oyuncağımız olmadı, internetimiz olmadı. Mən bu Z uşağı deyiləm, uşaqlara arada deyirəm ki, biz sizin yaşda olanda şey yox idi, internet, telefon yox idi. Mənə inoplanetan kimi baxırlar ki, nətər yan yox idi. Çünki onlar dünyanın bunsuz mövcud olduğunun fərqində deyirlər, belə elə. Sən nə edirdin? Təsəvvür Naxçıvanda 2 saatdan bir işıq verirdilər. 2 saat yanırdı, 2 saat yanmırdı. Və sən nə edirdin? Yadıma salıram ki, doğrudan bəs mən nə edirdim? Yadıma düşdü ki, mən nənəmin kitablarını oxuyurdum. Mən 8-ci sinifdə Victor Hugo oxuyurdum. Hamımız o dövrdə oxuyurduq da. Yəni başqa bir şey yox idi axı. Suç və cəzanı oxuyurdum. Başqa əyləncəmiz yox idi. Amma oxuyurdum, bax əyləncə kimi yanaşmırdıq da. İndiki uşaqlara bir oyun deyəndə yaradıcılıq yoxdur. Oyun deyəndə biz nəzənsə istifadə edirdik, oyun yarar. İndiki uşaqlar oyun deyəndə sən oradan gir, mən buradan gəlirəm. Sən oyun oynamırsan, sənlə oynayırlar. Həmkarların var idi ki, savaş dönəmində cəbhə bölgələrinə gedənlər də var idi. Hətta güya gedib özünü göstərənlər var idi. Yəni belə göstərirdilər və bunu reklam eləyirdilər. Güya ki, nə bilim, yəni buna toxunmayacağam, amma sadəcə var idi bir dönəm ki, bunun üzərində bir reklam PR sanki qururdular. Bilmirəm, səni görmədim. Bəlkə də var idi, oldu, görmədim. Yoxsa səndə mi maraqlı? Çünki sənin içində bayaq deyirdin o savaşçılıq, əlimə silah almaq filan. O dövrdə soruşursansa deyim də. Hə. Yəni bu haqqda heç vaxt danışmamışam. Mənə maraqlıdır. O dövrdə görmədim. Hansı ki sənin həmkarların, tamam, aydın məsələdir kimlərdən gedirdi söhbət. Elə bir zamanlar gəlib çıxmışıq ki, özümüz öz həqiqətimizə şübhə eləyirik. Cümləni təkrar edirəm. Elə bir zamanlar gəlib çıxmışıq ki, özümüz öz həqiqətimizə şübhə eləyirik. Hardan başlayım? Bir gün mənə bir mesaj gəldi. Aeroportdayım, Türkiyəyə gedirəm, gələn mesajları silirəm. Belə bir mesaj gəlibdi. Sən niyə şəhid ailələrinə, qazilərə kömək eləmirsən? Bekar vaxtımdır, buna sual verdim. Dedim, hardan bilirsən? Cavab bilsən nə oldu? Paylaşmırsan axı. Eləyirsən, paylaşırsan, kimə göstərsin özü? Üçüncü variantın var mənə deyəmə? Yox. Amma maraqlıdırsa, bu sualı verirsənsə, deyim, Elçin Lənvaranski ilə getmişəm, Samir Xəttabla getmişəm, Şamil ilə getmişəm, şəkillər də çəkdirmişik, amma paylaşmamışım. İndiyə nə qədər də mənim arxivimdə qalır. Bir də nədən qorxdum paylaşmadan? Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı verdi. Bir neçə şəkilim var idi döyüş bölgəsində. Paylaşmağa qorxdum ki, valideyni görər, sonra Allah göstərməsin, yəni çox dərin düşünürəm, çünki mövcud olan ideologiyadır. Birdən kimsə şəhid olar, o məni üzər, incidər. Amma müharibə qurtarandan sonra bir dənə WhatsApp statusunda paylaşdım. Orada DTX-nın əməkdaşı vardı, dedi olar sizlə şəkil çəkdirməyə. Bir nəfər vardı, dedi Kənan bura şəkil çəkdirməyə gəlməyib. Yəni məqsədim o deyildi da. Yəni o beyində də deyildi zaten. Yəni yeridir onun. Bax bu yersiz hərəkət eləyən bəzi sənin həmkarların, bizim tanıdıqlarımız, bax o yersiz hərəkət eləyənlərin deyir o qurunun oduna yaş da yanır məsələsi. Yersiz hərəkət nəyə deyirsən? Bax bu yersiz dediyimiz o aşırı paylaşımlar, gözə girmələr, heç bir hərəkət etməyən məzmunsuz hərəkətlərini məntiqli formada insanlara, ətrafa sırma videoları və s. biz gördük bəzi dönəmlərdə və bu doğrudan da yenə də deyirəm, bir tamaşaçı olaraq söyləyirəm, jurnalist olaraq yox, bu ikrah doğururdu ki, tamam etdiyim bəlli nə gözəl, bunu bu qədər də göstəri üzərində qurma, PR üzərində qurma və bu sırf yəni vətəndaş olaraq məni də narahat edən məsələ idi ki, sən amma görürsən deyirsən ki, mən bunu etmədim, istəmədim etmək. İndi söz açılıb danışırsan və bu halda qurunun oduna yaş yanır məsələsində bütövlükdə sənət cəmiyyətinə olan münasibət
münasibət sosial mediadan da görünür. Görürsən, adi bir xırda bir səhvi belə bağışlamırlar bəzən. Hə. Yanlış deyil ya, xırda bir səhvi. O həmən üzərinə gəlirlər. Həmən artıq dünən təriflədikləri və qəhrəmana çevirdikləri Kənanlar bu gün olur yerlə yeksan linç edirlər. Başa düşdüm. İnsanlar zaten sənə keçmişi və görə yox, indi yaşadığın, indi elədiyin əməllərə görə cavab verirlər. İnsanların yaddaşı balıq yaddaşdır, hər şeyi unudur. Bu bir. İkinci də o sənə görə elədisə, başqasına görə bəlkə altına dua yazırlar. Onun məsuliyyətini mən daşıya bilmərəm. Kim olur olsun ha. Qadınlar da gedirdi, kişilər də gedirdi, şəkil də çəkirdilər, paylaşırdılar. İndi artıq o gün bir psixoloq danışır ki, idman zalına getmək, idman eləmək üçün getmirlər. Mən burada oldum. Starbucks-a getmək, kofe üçün getmirlər. Mən burada oldum. Qısa metraj bir film gördüm ruslardan. Ailə oturub evdə, qapı döyülür, bir dənə qız gəlir elə ciddi içəri. Bu gün dolma bişirmişəm, bu da tort bişirmişəm. Əlində gətirib dolmanın tortu. Baxırlar, deyir, neyiniyim? Deyir, yox, Instagram bağlıdır, bu gün paylaşa bilmirəm, sizə göstərirəm. Bədbəxtçilikdir. Göstəri üzərində qurmaq. Hə. Həyatlarını göstəri üzərində qurmaq. Kənan, biraz şeir yaradıcılığından qısa danışaq. Yazırsan yenə şeir, hə? O mən şair deyiləm, amma ilk xeyir duamı da Allah qəni-qəni rəhmət eləsin, Nüsrət Kəsəmənlidən almışam. Rəşad mənim tələbə yoldaşım olub. Nüsrət Kəsəmənlinin yanına getmişdi, həyatının son dönəmlərində. Bir şeirimi oxudum ona. Dedi, doğrudan özün yazmışsan. Dedim, bəli. Dedi ki, bəs davam elə. Yəni bir adama Nüsrət Kəsəmənli davam elə deyə, o adamın boynunun borcudur davam eləmək. Amma yetənək mənim nənəmdən keçibdi. Ən çox əsgərlikdən sonra yazmağa başladım. Mövlananın bir sözü var, yazana baxma, yazdıran var. Yazdıranlar isə tək qarşı cinsdən söhbət getmir. Rejissor sənəti müşahidə sənətidir. Biz universitetdə deyirlər ki, evdən çıxıb universitetə gələnə qədər yolda bir hekayə yazın bizi. Biri oturub qabağında susur, görürsən nə fikirləşir, onun iç dünyasını səsləndirir. Bu mənim yetənəyimin bir hissəsidir. Özün üçün yazırsan, yoxsa insanlar üçün ki, oxusunlar? Kim oxuyur, onundur. Kitab çap eləmirsən? Yox, kitab eşitmə lazım deyil. Hamı indi səsli eşitmək istəyir. Oxuyurlar şeirlərini? Səsli, öz səsindən eşitmək Öz səsindən. Yəni kimsə qiraətçilərə filana təqdim eləmirsən, oxusunlar. Məsələn, Xəzər Süleymanlı var. Götürüb oxuyanlar var. Kamran Yunus var. Mahnı yazdıranlar var. Amma kim istəyir götürsün, oxusun da. Bir gün bir mən yazıb, bir gün radioda bir mahnı eşidirəm. Musiqini bilmirəm, amma sözləri oxuyuram. Sən demə mənim sözlərimdir. Bayaq bir şey dedim ki, xəyalların və imkanların üst-üstə düşməyəndə, bu ümumiyyətlə hər bir insanı incidən bir şeydir. Qala ki, bir rejissor üçün. Xəyallar və imkanlar üst-üstə düşməyəndə çarəni harda tapırsan? Məsələn, pulun yoxdur, serial çəkmək istəyirsən və yaxud bir problemin var, həll eləyə bilmirsən. Çox şey ola bilər də və sənin geniş xəyallar və qalırsan kəsilə-kəsilə. Bu halda sənə yardımçı kimi olur? Necə çıxırsan o situasiyadan? Hə, əlbəttə ki. Facebookda. Status yazıram. Amma hamı da görür. Hamı da öz payını götürür. Məsələ bilirsən necədir? O mane olan insanlar var ha. Qala gecələrində bax mən belə dayanıb onların üzünə baxa bilirəm. Onlar baxa bilmirlər. Dünyada elə bir insan yoxdur ki, mən onun gözünə baxa bilməyim şəhid analarından başqa. Ya mən bilirəm ki, mən bu yolumda haqlıyam. Həzrət Əli deyir, haqlısansa qorxma, haqq səni qoruyur. Ya, ola da bilər, olmaya da bilər. Bu biraz dünyavi məsələdir də. Amma kaş ki olsa. Kaş ki olsa. Şərait yaratmırlar. Bir gün bir kanal rəhbərinin müavini ilə sporumuz oldu. Buna deyirəm ki, sənin yetişmən üçün nə qədər vaxt lazımdır? 46 yaşı var idi. Dedi 46 il. Dedim, bəs bir Kənanın yetişməsi üçün nə qədər vaxt lazımdır? Yəni 1 il, 2 il yox da, normal vaxt lazımdır da. Niyə dəstək olmursunuz? Niyə şey eləmişsiniz? Axı, mən bilirəm ki, mən yetənəkli insanım. Rəqabətçin kim? Yəni, rəqabətdə olduğun həmkarın varmı? Paxıllıq deyilən bir şey var, ağ paxıllıq. O səni inkişaf etməyivə kömək edən vasitədir. Əgər o yaxşı çəkirsə, o özü bilmədiyi halda sənin daha yaxşı çəkməyivə qaz verir, enerji verir. Mən sevirəm elə şeyləri. Var, yəni adlar çəkə bilərsən. Məsələn, Hikmət Rəhimov, Rövşən İsaq, məsələn. Mən hamısına rəqib kimi baxıram. Çünki dost ola bilmərəm. Və nə yaxşı ki, rəqib kimi baxıram. Yaxşı mənada rəqib kimi baxıram. Yəni mən paylaşıram da, bilmirəm dəstəklərimə ehtiyacı var, yoxdur. Təsdiq də eləyirəm,
Bunu da eləyirəm. Yəni gördüm, bəyəndim. Bu tək ora basmaq deyil ki. Onu basan sənin barmağın deyil ki. Ora onu göndərən qəlbin təmizliyidir, bir də beynin siqnalıdır. Amma heç bir-birinizi tənqid eləmirsiniz məsələn. Üzgörəlikdir bu. Məsələn, baxarsan fərdi mesajlarımızda eləyirik. Aha, ki bu xoşuma gəlmədi. Niyə bunu rahat tənqid, sağlam tənqiddən gedir? Siz tənqidinizi edin. Açıq şəkildəmi? Hə, məsələn, azıq. filan film az olsun, az tənqiddə daha çox inkişaf olur. Bax, bəzi şeylərə türklərin bir sözü var, görülən kəndə bələdçi lazım deyil. Yəni bilirik. Yəni bu imkanlar əlimizdə olan budur. Yəni onu tənqid eləmək bəlkə onu motivasiyadan salar. Bəlkə küsər, bəlkə inciyər. Amma tənqiddə həmişə inkişaf olur ha. Tənqid etdikcə özünü Mütləq, düzəltməyə. mütləq. Bizdə tənqid məsələsi Aramızdan mı eləyirik? yoxdur. Nə teatr şünaslarımız, nə kinoşünaslarımız sanki bu sahədə ciddi bir durğunluq var. Belə bir şey var Azərbaycan xalqında. O söz ancaq bizdədir. Yaxşı deyil, ayıb. Ayıbdır. Hə, üz-üzdən utanır, hə. Bir də şey, Naxçıvanda bunu dəfələrlə demişəm. Mamamın mənə ən çox dediyi söz bilirsən nə idi? Apala, cəmaət nə deyər? Cəmaət bilmirəm kimdən söhbət gedir. Fərd olaraq yoxdur da. Amma mən həyatımı elə yaşamalıydım ki, o cəmaət razı qalsın. Amma mən ac qalanına, susuz qalanına o cəmaət yoxa çıxacaqdır. Bilməyəsən kimdir. İnsanlara nə verirsən ver, axırda ondan nədənsə narazı qalacaqlar. Sən, mən, buradakı uşaqlar nə qədər yaxşı insan oluruq olar, biz kiminsə hekayəsində ən pis adam. Ulduz xəstəliyin var Kənan. Qətiyyən. Amma kənardan elə görünmürsən ha. Qətiyyən. O artıq mənim həyat tərzimdir. Bir gün bir dostum mənə bir sual verdi. Heç vaxt mən bu sual haqqında fikirləşməmişdim. Mənə dedi ki, təsəvvür elə yatırsan, durursan, çıxırsan şəhərə, heç kim səni tanımır. Bilirsən necə pis duyğudur? Niyə pis duyğudur? Çünki sən əməyi vermirsən. Çaba qoymusan ortalıqda. Mən tanınmaq deyə bir şey peşində olmamışam ki. Mən işimi sadəcə insanların məni gördüyü yerdə eləmişəm və tanınmışam. Sənə bir sual verim, amma sən mi cavab alacağam? Sənə elə gəlmir Sənə ki, verdiyim bütün cavablar sənin. Hə, bax bu sual. Sənə elə gəlmir ki, sənin obrazın, imzan daha çox səni tanıdır, nəinki işlərin məsələn. Sənin maraqlı bir obrazın var, görünüşün, fakturan. Əslində Yəni, özümü o qədər də maraqlı insan hesab eləmirəm. Məsələn, efirlərdə danışığın, hərəkətlərin, emosiyaların. Bu daha çox Kənan əməyi. Səninlə bərabər rejissorlar heç onlar o qədər tanınmırlar. İşləri də var, məsələn, hə. Amma sənin öz obrazın, sənin seriallarından və filmlərindən daha çox tanınır. Bir gün Tunar mənə sual verdi ki, mənim başım çıxmır. Bir rejissor niyə bu qədər tanınmalıdır? Hə, bax ona gətirirəm, görsən. Onu mən də bilmirəm. Çünki həqiqətən bilmirəm. Yəni tanınmaq üçün çaba göstərmirəm. Yəni tərəziyə qoysaq Kənanın çəkdikləri və Kənan Emim adını. Kənan daha çox. Razısan da? Əlbəttə razıyam. Nədir bunun səbəbi? Yaxşıdırmı bu bir rejissor üçün? Səncə? Amma bir rejissor olaraq tanıyırlarsa yaxşıdır da. Yəni rejissor topluluğunda varamsa, hətta sən burada məndən müsahibə alırsansa, sənin də özünə görə bir kaprizlərin var. Bu yaxşı bir şeydir düşünürəm. Pis deyil. Pis deyil. Amma cəmiyyətdə Hacı Şahin deyirdi, insanların ən yaxşısı xidmət eləmək istəyəndir. Əgər mən kiməsə nəsə bir xeyrim dəyirsə bilərəkdən, nə yaxşı, nə gözəl. Uğurlar arzu edirəm və çox arzu edirəm ki, bir-birinə bənzəyən seriallar və filmlər çəkilməsin. Onu artıq kanal rəhbərləri nə olar çəkməyin, çəkməyin. Bezdik qaynana gəlin davasından. Bezdik biz. Mənim axırıncı işimdə bir şey yəni yoxdur. bu məişət və bayağı məişət mövzularından. Düz deyirsən, amma çəkənləri qınama. Onun çəkənlər əziyyət çəkir. Bax, sən bir taksi sürücüsən də, Baksovetdən Lökbatana gedirsən. O yolu gedirsən də, sənin üçün fərqi yoxdur ki, arxada oturan kimdir. Orada oturanlar dəyişə bilər də, amma sürücü eyni işi görür. Yəni onu çəkən adamlar üçün mövzunu dəyişə bilərlər. Kanal istəmir. Yox, bizdə bu baxılmaz. Nə baxılır ki? Televiziya baxan yoxdur axı. Film çəkmək çox pul tələb edir, serial yox ha, film. Tarantinonun yaxşı bir sözü var, deyir, film çəkmək üçün 3 dənə şey lazımdır. Senari. Yoxdur senarist. Var. Elə gözəl senaristlərimiz var. Nə çatmır bəs, niyə çəkmirsən? Biz millət olaraq çox duyğusal millətik. Biz başqasının dərdinə ağlayan millətik. Ona görə bizim ağlamalı verilişlərimiz reytinq verir. Həqiqətən bu bir tərəfdən yaxşı şeydir. Humanitar millətik.
Amma biz bir-birimizi tənqid elədiyimiz qədər bir-birimizə dəstək olsaydıq, Azərbaycan mədəniyyət camisi olaraq başqa yerdədir. Bir də coğrafiyalarımız şərtdir. Mədəni coğrafiyalarımız şərtdir. Hara açılırıq, o pəncərə şərtdir. Mütləq vacibdir bu. Film çək. Savaşdan çək, zəfərdən çək. Mənə dedilər müharibədən film çək, mən çəkmədim. Pul yoxdur. Yəni savaşdan çək, bir tankın kəndə girməyin Getmisən Mədəniyyət Nazirliyinə, müraciət eləmisən? Ssenarimi bəyəniblər, hələ ki Nə vaxt müraciət eləmisən? Bu dəfə. Aha. Hələ cavab yoxdur. Bax, Qarabağ haqqında film çəkməyə ən çox haqqı olan 2 nəfər var. Elxan Cəfərov deyəcəksən, bir də Elxan Cəfərov, deyəcəksən. bir də mən. Elxan Cəfərovun təcrübəsi var, mənim də savaşçı təcrübəm var və vətənpərvərliyimə inanıram mən. Səmimi deyirəm ki, yəni mən bilirəm ki, vətənpərvərəm. Mənə mane olur. Yəni bu işi sən tək həll edə bilmərsən. Bəlkə yaxşı tanışlarım yoxdur ona görə. Aydındır. Təşəkkür Amma edirəm. idmanla incəsənətdə dayday olmalı deyil. Çünki sən bunu yarışa göndərirsən başqa idmançının yerinə, amma orada ringə sən çıxmayasın, bu çıxacaq. Deməyəcəklər, bunun daydayı var, vurmuyor. O zaman gözləyirsən cavab. Yəni Ümidim var, ümid ümidin sonda var. ölər. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Minnətdaram. Mənə elə Çarpıcı gəlir. suallarla sağ-salamat çıxdığım üçün çox xoşbəxtəm. Təşəkkür edirəm. Doğru, Uğurlar arzu Sağ ol, edirəm. əzizim, minnətdaram. Filmlərinin bol tamaşaçı auditoriyası olması rejissor üçün ən böyük uğurlardan Bəli. biridir. Və bunu çox arzu edirəm ki, zaldan çıxanlar bu nə filmidir? Dəfələrlə fərqli filmlərdə söhbət səndən getmir. Çıxmışıq, gəlmişəm, baxmışam. Dəfələrlə boş bir film idi. Bu uğursuzluğudur rejissorun, çox ciddi uğursuzluğudur. Amma mən arzu edirəm ki, çıxan bir dəfə sənin hansısa filmindən deyil, ağlaya-ağlaya çıxmışlar, sahiflərdə paylaşıb, ağlamaqdan utanmayın. Yəni arzu edirəm ki, belə filmlərin olsun ki, tamaşaçı sevgisi İnşallah. və alqış çox önəmlidir. Nə yaxşı ki, belə bir şey istədiyimi üzümə deyirsən. Həqiqətən. Mən sənəti çox sevirəm. Təşəkkür edirəm. Çox sevirəm. Bizimdir və mən çox heyfslənirəm ki, niyə bu baldız qaynana mövzularından çıxa bilmirik? Kimin günahıdır bilmirəm. Kanal rəhbəri olsun, rejissor olsun, reytinq olsun. İndi düşünürəm ki, bir əl gəzdiriləcək, hər şey yenidən cilalanacaq və bütünlüklə biz dəyişim olacaq bizim artıq. Bizim hadisəmiz onda başlayacaq. Bax, onda artıq hadi deyir, göstər məharətini, onda gəlib göstərsinlər. İndi boynuna yıxmağa bizim bir günah keçimiz var. Reytinq üzərinə yıxılır ki, bizdən reytinq istəyirlər, tamaşaçı bunu istəyir. Biz artıq günah keçimizi bəsləyib saxlamışıq ki, bizlik deyil. Tamam, bu reytinq məsələsi yığışandan sonra indi göstərəcəksiniz onda əsr istedadınızı və məharətinizi. Onda ələnəcək və üzdə qalanlar buyursunlar bu meydan, bu da biz savaş. Hal-hazırda minalanmış ərazidən keçirik də. Görək, inşallah ki, ümid edirəm hər şey yaxşı olacaq. Təşəkkürlər, uğurlar, çox minnətdaram. Qonağımız rejissor Kənan Emim idi. Barometr TV-də Rövşanə Ağasəv qızı sizinlə birlikdə görüşəcəyik yenə. Salamat qalın.